bəşəriyyətin böyük bir problemi var. Mövcud həyat təminatı, istehsal, paylama və idarə etmə sistemləri indiki vəziyyətlə bacara bilmir. Bilirsinizmi, mövcud sistemlər nə vaxt yaradılıb? 19-cu əsrin ikinci yarısında, 19-cu əsrdə. Sonra onları bir neçə dəfə dəyişən tələblərə və yeni texnologiyalara uyğunlaşdırmaq üçün modifikasiya etdilər. Amma əsas prinsiplər dəyişməyib. Sonuncu modifikasiya 1950-ci illərdə edilib, təxminən 55-ci ildən 61-ci ilə qədər. Tədricən. Və əvvəlcə, yəni 60-cı illərdə sonuncu modifikasiyanı etdikdə, yenilənmiş sistem normal işləyirdi və onu dəyişdirdikləri vəzifələrin öhdəsindən gəlirdi. Sonra isə çətinliklər başladı. Bunlar həm ölkə daxili, bir dövlətin daxilində, həm də sahə daxili, müəyyən bir sahədə, eləcə də qlobal səviyyədə böhranlar şəklində özünü göstərdi. Bir neçə böyük qlobal böhran oldu. İstehsal, paylama və idarə etmə sistemi 21-ci əsrin əvvəlində, yəni təxminən 2000-ci illərdə öz imkanlarının tavanına çatdı. Bu vəziyyəti evlə, yaşayış yeri ilə müqayisə etmək olar. Evi müəyyən sayda insan üçün, onların gündəlik həyatı üçün tikirlər, necə yaşayırlar, hara gedirlər, nə ilə məşğul olurlar, necə yatırlar, necə yerləşirlər və həmin dövrdə mövcud olan texnologiyaları nəzərə alaraq. Yəni, əgər soba ilə isitmə varsa, soba qoyurlar, əgər elektriklə isitmədirsə, artıq radiatorlar, qazanlar və sair quraşdırılır. Bax belə. Amma zaman keçdikcə tələblər də dəyişir, texnologiyalar da dəyişir. Və artıq bu evi yenidən qurmaq lazımdır. Yəni, əvvəllər soba vardısa, o otağın ortasında yerləşirdi və ev bir otaqdan ibarət idi. Heç bir ara kəsmə yox idi ki, hər yeri isitsin. Bax belə. Bəs sonra nə oldu? Qazan peyda oldu, borular çəkildi. Artıq boruları evin içində yaymaq və bu yolla isitmək mümkün oldu. Artıq sobaya ehtiyac qalmır. Sobanı sökürlər, orada ayrıca otaqlar düzəldirlər. Təbii ki, ev bunun üçün nəzərdə tutulmayıb. Nəticədə hər şey əyri, natamam, pis alınır, planlaşdırma zəif olur, qəribə bucaqlı otaqlar, dar dəhlizlər yaranır, yəni hər şey biraz pis vəziyyətdə olur, düzdür. Sonra elektrik gəlir, elektrik də çəkilir, deşiklər qazılır, sonra kanalizasiya çəkilir və artıq evdə isti sanitar qovşağı düzəltmək olur. Əvvəllər o çöldə idi, hamam da orada idi, amma indi onu evin içində etmək mümkündür, amma evdə bunun üçün yeri yoxdur. Yəni, yeni nəsə fikirləşmək, nəsə əlavə etmək, yenidən qurmaq, yeni qapılar, eyvanlar və s. tikmək lazım gəlir. Bax belə. Sonra ailə böyüyür, uşaqlar böyüyür, artıq iki ayrı ailə, iki ayrı giriş etmək lazımdır. Yeni əlavə tikillər, əlavələr olur. Nəticədə isə dəhşətli bir monstr alınır. Bax, dəfələrlə yenidən qurulmuş, dəyişdirilmiş, modifikasiya olunmuş bir ev düzdür. Amma yenə də öz funksiyasını yerinə yetirə bilmir. Yenə də orada yaşamaq narahatdır, onu qulluq etmək çətindir. Bunun qiyməti də baha başa gəlir. Ümumiyyətlə, bütün bunlar yaxşı alınmır. Yəni, modifikasiya və yeniləmə imkanları tamamilə tükənib və heç bir yeni addım sistemi, yəni bəşəriyyətin qlobal sistemini və bu evi xüsusilə də yaxşılaşdırmayacaq və mövcud vəziyyətlə mübarizə aparmağa kömək etməyəcək. Bəs nə etmək lazımdır? Yeni bir ev tikmək lazımdır, tamamilə yeni. Mən bu fikrə gəldim, yəni məndə çoxdan kənddə ev almaq və orada yaşamaq ideyası var idi, düzdür. Bu evlərdən çox sayda baxmışam. Və bir anda başa düşdüm ki, bu evlə, yəni o köhnə evlərlə, 60-cı illərdə tikilmiş o taxta evlərlə heç nə edə bilmərəm. Yəni, necə varsa, elə də qalacaq, fərqi yoxdur. Orada hansısa yenidən planlaşdırma, elektrik, başqa bir şey, sanitar qovşaqları, ondan normal bir yaşayış yeri düzəltmək mümkün deyil. Yəni, mənim indiki tələblərimə cavab verən bir ev alınmır. Mümkün deyil. Nə qədər tikib qurasan, təmir edəsən, yenidən düzəldəsən də o yenə də köhnə qalacaq və yenə də narahat olacaq. Və sıfırdan ev tikmək həm də asan, həm də daha ucuz başa gəlir. Yeni, təmiz. Elə əvvəldən mənə lazım olan tələbləri nəzərə alaraq. Bugün bütün bəşəriyyətin qarşısında da eyni problem dayanır. Amma, məsələ nədir, hə? Məsələn, biz evi dəyişəndə, evi yenidən qurmalı olanda harasa köçüb gedə bilərik, başqa bir yerdə yaşaya bilərik və tikinti, yenidən qurma, təmir gedən müddətlər başqa yerdə qalırıq. Bəs bütün planetlə nə etmək olar? Axı, hamının Marsa uçub getməsi, burada nə isə dəyişmək, sonra isə hamının geri qayıtması mümkün deyil. Bu, alınmaz. Ona görə də əsaslı dəyişiklikləri elə yaşadığımız evdə etmək lazımdır. Amma bunu heç kim istəmir, düzdür.
Kim ki təmir edir və eyni zamanda orada yaşayıb, məni başa düşür. Və insanlıq artıq çünki 10 illikdir ki, belə yaşayır. Yəni artıq dəyişmək lazımdır. Sadəcə modifikasiya etmək yox, ümumiyyətlə hər şeyi köklü şəkildə dəyişmək lazımdır. Amma orada deyirik ki, biraz da belə yaşayaq, hələlik belə davam edək. Onsuz da belə də pis deyil, düzdür. Və insanlar belə yaşamağa davam edəcəklər, ta ki vəziyyət kritik həddə çatana qədər, ta ki dam uçmayana, heç yerdən su axmayana qədər. Ümumiyyətlə, hər şey dağılana qədər belə davam edəcək. Bax, belə də yaşayacaqlar, ta ki vəziyyət kritik olana qədər. Ağır vəziyyət isə təcili tədbirlər tələb edir. Yəni əvvəllər modifikasiya, yenidən qurmaq üçün tədbir görmək istəmirdiniz, etmək istəmirdiniz. Onda bunu təcili şəkildə etmək lazım gələcək, böyük itkilərlə, böyük qarışıqlıqla, ümumiyyətlə, böyük qurbanlarla və s. Yəni necə? Çevrilişlərlə, inqilablarla, müharibələrlə və digər kütləvi qırğınlarla. Qəsdən ya da sadəcə belə alındı. Düzdür, aclıqdan öldülər. Nə etmək olar? Sadəcə uyğunlaşa bilmədilər. Avropa ilə Rusiya arasında Ukrayna uğrunda gedən müharibə, bu, xüsusilə Avropa və Rusiyanın ayrı-ayrı sektorlarının sistemi köklü şəkildə yeniləmədən öz mövcudluqlarını davam etdirmək cəhdidir. Yəni, köhnə qayda ilə yaşamaq istəyirlər. Avropa Ukraynanı udmaq istəyir, çünki Ukraynanın resursları hesabına bir müddətdə davam gətirə bilər. Rusiya isə Ukraynanın bir hissəsini vermir, çünki ona da lazımdır. Və beləliklə bir-birlə çarpışırlar. Həqiqi müharibə aparmaqdan hər iki tərəf qorxur, çünki böyük müharibə Avropaya və Rusiyaya böyük zərər vuracaq və kövrək sabitliyi pozacaq. Əslində vəziyyət kifayət qədər kövrəkdir. Və belə bir müharibənin zərəri, əgər doğrudan da böyük müharibə başlasa, düzdür. Birinci qələbədən əldə olunan faydadan da çox olacaq. Düzdür, daha çox uduzursan, nəinki qazanırsan. Ona görə də Rusiya və Avropa bir-birini biraz itələyir, biraz dişləyir, amma hələlik böyük davaya cəsarət etmirlər. Halbuki Avropa artıq buna hazırlaşır və hazırlaşır. Və bu, hələ çox davam edə bilər, ta ki tərəflərdən biri çökənə qədər, ya Rusiya, ya da Avropa, düzdür. Mövcud sistem onsuz da artıq bu yükə tab gətirə bilmir. Amma asta-asta gedən lokal müharibə, qoy o nisbətən kiçik olsun, yenə də əlavə yük yaradır. Bəli, əlavə çətinliklər, narahatlıqlar, narazılıq və s. gətirir. Budur. Ona görə də necə fırlatsan da, nə etsən də, vəziyyət yenə də bütün sistemin köklü şəkildə yenidən qurulmasına ehtiyac yaradacaq. Müharibə ilə, böhranla, ölümlərlə. Sistemi əvvəlcədən könüllü şəkildə dəyişmək lazımdır, amma hələ ki bunu heç kim istəmir. Nə aşağı təbəqə istəyir, nə də yuxarılar istəyir. Çünki hamı vərdişlə yaşayır, bəli. İndi bizə hər şey normaldır. Gələcəkdə nə olacaq, açığı bizə fərqi yoxdur. Bax belə. Və hələ ki vəziyyət sıxışdırmayıb, hələ ki tamamilə bişmiş xoruz bir yerimizi dişləməyib, hamımız köhnə qaydada yaşayacağıq. Ona görə də dəhşətli bir çöküş baş verəcək, böyük müharibə olacaq, geniş miqyaslı böhran olacaq, hansısa ölümcül epidemiya olacaq, xeyli sayda insan məhv ediləcək. Bu siyahıdan nəsə mütləq baş verəcək, bəli. Yaxud da mənim demədiyim, amma yenə də nəsə böyük, iyrənc və geniş miqyaslı bir şey, düzdür. Və çox pis bir şey. Gözləyək. Əgər insanlar problemi yaxşılıqla həll etmək istəmirlərsə, deməli, problem insanları pisliklə həll edəcək. Və bax, onda məcbur olub yeni bir sistem qurmaq lazım gələcək.